Salam kanalımın izləyiciləri. Bu günləri mən sizinlə şüştər məqamının, bugünkü dərsimiz olacaq bizim şüştər məqamının müxtəlif mayələrdən qurulması və səsləndirilməsi. Gəlin, baxaq. Gəlin bir şüştər məqamının biz əvvəlcə lad məqam quruluşunu sizinlə təkrar edeyim. Deməli, formulasını deyək, yarım ton. Ton, yarım ton formulu üzrə qurulmuş. 2 bərabər tetraxordun ayrı üsulla ayrı birləşməsinə əmələ gələn səs qatarına şüştər ladı, şüştər məqamı deyilir. Gəlin, onu da qeyd edək ki, şüştər məqamının mayəsi 6-cı pilləsi sayılır. Yəni, mayə şüştər məqamında 6-cı pillə sayılır. Gəlin, baxaq. Deməli, gəlin biz la mayə ilə başlayaq. Baxın, do diez, re, mi, fa. Görürsünüz, yarım ton, bir ton, yarım ton. Sonra birinci ilə ikinci tetraxord arasında artırılmış sekunda məsafə var. Görürsünüzmü? Görürsünüz? Ayrı usul birləşmə ilə əmələ gəldi. Sonra burada ikinci tetraxord yaranır. Görürsünüz? La, si, do. Si, la, la, so, diez, la. Fa, diez, so, diez, fa, diez, so, diez, fa, mi, re, do, re, mi, fa, so, diez, mi. Baxın bir də. İstəyirəm özüm, baxın, barmaqlara görə üzr istəyirəm, çünki özüm elə çalıram ki, siz rahat görə biləsiniz. Do, diez, re, mi, fa, düzdürmü? Buna ikinci tetraxord, so, diez, la, si, do. Görürsünüz? Gəldik. Si, la, gəldik. Kadensiyanı verək buradan. Si, la, la, so, diez, la. Düzdürmü? So, diez, fa, mi, re, do, re, mi, do, diez, mi, fa, do, diez, re, mi, fa, so, diez, mi, fa, so, diez, mi. Bakın. Fa, so, diez, mi, fa, so, diez, mi. Görürsünüz mü? Bu deməli bizim, bunu qeyd elədik. La mayəli. İndi gəlin keçək si mayəsi. Re, diez. Görürsünüz mü? Mi, fa, diez, so, la, diez, si, re, diez, mi, fa, diez, so. Görürsünüz burada ikinci tetraxord la, diezdən arada məsafə qaldı. İkinci tetraxord la, diez, si, do, diez, re, do, diez, si, do, diez, si, si, la, diez, si. Aşağı düşe la, diez, sol, fa, diez, mi. Re, diez, mi, fa, diez, sol, fa, diez, sol, la, fa, diez. Keçirik do mayəli. Do, mi, fa, sol, la, mi, fa, sol, la, mi. İndi buradan ikinci tetraxord. Görürsünüz, artırmış sekund məsafə qalır. Si, do, re, mi, re, do, mi, mol, re, do. Re, do, do, si, do, si, la, mo, sol, fa, mi, fa, sol, la, mo, sol, la, mo, si, sol. Görürsünüz mü? Gəlin re mayəli. Fa, diez, sol, la, si, mol. Düzdürmü? Fa, diez, sol, la, si, mol. Düzdür. Gəlin ikinci tetraxordu quraq. Do, diez, görürsünüz. Diez, re, mi, fa, mi, re, re, do, diez, re. Do, diez, si, mol, la, si, la, do, diez, si, mol, la, sol, fa, diez, sol, la, si, mol, la, si, mol, do, diez, la. Gəlin bunu bir də baxaq. Mi, may. La. Bir də fa diyezdən başlayaq. Sol, la, fa, diez, sol, la, sol, la, si, mol, do, diez, re, mi, fa, mi, re. Geldik
mayeli kadensiya. Mi re re do diez re do diez si mol la sol fa diez sol la si mol la si mol do diez la. Daşı mi mayeli. Sol diez la si do. Burada indi re diez. Do re diez. Re diez mi fa diez sol fa diez mi fa diez mi re diez mi re diez do si la sol diez sol la sol diez la si do si. Görüşürüz sol diez la si. Görüşürüz. Re diez si. Sonra do mayeli. Do mayeli, la mayeli çaldı si. Sol mayeli, gel mi mayeli çalaq. Mi sol diez la si do re diez mi. Gel buradan çok rahat olsun. Sol diez la si do re diez mi. Bu arada mi fa diez sol fa diez mi fa diez mi re diez mi re diez do si la sol diez la si do si do re diez si. Görürsünüz. Mi mayeli çalaq. Fa mayeli çalaq si. Tamam mı? Ben çalaq. Görürsünüz. La si mol do re mol la si mol do la si mol do re mol. Fa mayeli edelim. Mi. Görürsünüz. Mi'den geçti tarafı mi. Fa sol fa sol fa fa mi fa mi re mol do si mol la si mol do re mol do re mol mi do. Fa'da sol mayeli si mayeli si do re mi si do re mi mo fa diez sol la si mol la sol la si mol la sol. Bir de geri la sol sol fa diez sol fa diez mi mol re do si do re mi mol re mi mo fa diez re. Görürsünüz mü? İndi fa mayeli çaldık, sol mayeli çaldık. La mayeli çalmışıq. Yəni do diezdən başlayırıq. Baxın. Lap əvvəlcə birinci biz çalmışdıq. Deməli bugünkü dərsimiz oldu bizim şüştər məqamı, müxtəlif mayələrdən şüştər məqamının ifa olunması. Kanalımıza abunə olmağı, izləməyi unutmayın. Sağ olun. Gələn dərslərimizdə görüşərik.